1847-ci il kəndli əsasnamələridir. Burada hansı məsələlərə baxılırdı? Birinci növbədə bunu yadda saxlayaq. Torpaq məsələsi var, vergi mükəlləfiyyəti məsələsi var, bir də sahibkarlara, kəndlərə verilən hüquqlar məsələsi var. Baxaq görək, indi bunlar necə həll olundu. Birinci növbədə torpaq məsələsi. İlk növbədə yadımızda saxlamalıyıq ki, bu əsasnamə Çar hökuməti tərəfindən Şimali Azərbaycan sahibkar və kəndli münasibətlərinə hüquqi aydınlıq gətirmək üçün yaradılıb, həyata keçirilib. 1847-ci ildə qəbul edildi. 46-cı il respublikada şərh olunan torpaq sahibkarları ilə kəndlilər qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər kəndli əsasnaməsində konkretləşdirildi. Və dediyim kimi, əsas 3 məsələ torpaq, vergi, mükəlləfiyyət və təbii ki, bir də hüquqlar məsələsinə toxunuldu. Hər bir sahibkar kəndlisi 15 yaşına yuxarı kişi cinsindən olan kəndli 5 desiatin, yəni təqribən 1,9 hektar taxılçılıq, maldarçılıq, bostançılıq üçün yararlı pay torpağı əldə etməli idi. Vergi məsələsində mal cəhət vergisi müəyyənləşdirildi, çöpbaşı vergisi müəyyənləşdirildi və bəhrə vergisi müəyyənləşdirildi. Mal cəhət torpaq vergisidir. Əldə edilən məhsulun 1/10-nə qədər təqribi verir. Kəndli taxılın 1/10 hissəsini, digər məhsullardan 1/3 hissəsini mal cəhət şəklində sahibkara ödəməli idi. Kəndli öz pay torpaqlarını sahibkarların iş heyvanı, alətləri, toxumdan istifadə edib becərirsə əgər, məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara ödəməli idi. Kəndlilər sahibkar torpağında mal qarasının otarması müqabilində çöpbaşı, sahibkarın suyundan istifadə müqabilində də bəhrə vergisi ödəyirlər. İndi baxaq, mükəlləfiyyət məsələsi necə həll olundu. Kəndli ailələri bir nəfəri öz iş heyvanı ilə, alətləri ilə birlikdə ildə 18 gün bəy təsərrüfatına bir ara göndərir. Əlavə olaraq bütün kəndlilər ildə 2 gün hamısı bəy təsərrüfatında əvrəzə gedirlər, yəni iməclik təşkil edilir. Burada kənd təsərrüfatıdır, suvarma işləridir, yəni ümumi olaraq kənd üçün olan işləri həyata keçirirdilər. Bəs hüquqda hansı hadisə baş verdi? Sahibkar kəndlərinin bir yerdən başqa yerə köçmək, şəxsən azad və digər sahibkarın yanına keçmək hüququna malik olduqları təsdiq edildi. Əvəzində bəylərə onların torpaqlarında yaşayan kəndlər üzərində inzibati, polis, qismən də məhkəmə hüququ verildi. Beləliklə, 47-ci il kəndli əsasnaməsi ali müsəlman təbəqəsi ilə kəndlər arasında asılılıq münasibətlərini qanuni şəklə saldı. Ümumilikdə olaraq biz deyəsinik ki, bu 40-cı il islahatlarının əhəmiyyəti müstəmləkə xarakteri daşıyır. Bununla belə çarizmlə ali müsəlman silki arasında ittifaqı yaradacaq. Ağa kəndli münasibətlərində də qayda qanun yaradılmış oldu. Tam olmasa da bir qədər qayda